Son günlər terrorçu Yerkrapa təşkilatının adı daha sıx gündəmə gəlməkdədir. Qruplaşmanı 1-ci Qarabağ müharibəsi zamanı Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyan yaradıb. Ondan sonra bu birlik Ermənistanda faktiki olaraq hərbi siyasi təşkilata çevrilib. İndiki məqamda bu qanunsuz silahlı birləşmələrin mövqelərə yerləşdirilməsi Ermənistanın destruktiv siyasətindən xəbər verir. Terrorçuların fəaliyyətinin bütün məsuliyyəti isə İrəvan hərbi siyasi rəhbərliyinin və onları dəstəkləyən xarici idarələrin üzərindədir. Odur ki, Paşinyan hakimiyyəti həqiqətən də bölgədə davamlı sülhə nail olmaq istəyirsə, hərbi ritorikadan əl çəkməlidir. Rusiyadan olsun, Avropadan olsun dəstək alan həmin qüvvələr erməni cəmiyyətində revanşist ruhun cücərməsinə çalışırlar. Eyni zamanda Azərbaycanla Ermənistan arasında bu sülh danışıqlarına ciddi şəkildə təsir göstərməyə, əngəl törətməyə çalışırlar. Təbii ki, Nikol Paşinyan hər nə qədər Azərbaycanla sülh gündəliyinə sadiq olduğunu bəyan eləsə də öz daxilində həmin gücləri belə deyək, ipini yığa bilmir və bu da Azərbaycanla Ermənistan arasında sülh prosesinə ciddi şəkildə təsir göstərir. Növbəti belə bir eskalasiya erməni cəmiyyəti üçün, Ermənistan üçün ağır fəsadlara gətirib çıxara biləcək. Əlbəttə, Azərbaycan ordusu sərhəd boyunca baş verə biləcək istənilən təxribatın qarşısını qətiyyətlə və adekvat şəkildə almaq gücündədir. Mövcud reallıqlar fonunda Ermənistan dövlətçiliyini və suverenliyini qorumaq niyyətindədirsə, təxribatçı yanaşmalarla deyil, münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv addımlar atmalıdır. Çünki sülh və əməkdaşlıq çağırışları yalnız konkret addımlarla dəstəkləndiyi təqdirdə inandırıcı ola bilər.